Bugün İlaxır çərşənbədir və mən hər birinizi ürəkdən bir daha təbrik edirəm. Arzu edirəm ki, bu İlaxır çərşənbə xalqımıza düşərli olsun. Allah hər bir ailəni qorusun. Xalqımıza bax belə gözəl günlər, bayram günləri, xoş anlar nəsib olsun hər zaman. Elə bizə bayramlar yaraşır. Sağlam gün ay canlı bu bayram günündə də qarşınızdadır və vaxt itirmədən artıq elan etdiyim növbəti dəyərli həkimimizi təbrik etmək istəyirəm və sizə təqdim etmək istəyirəm. Bu dəyərli mütəxəssisimiz tibbi onkoloq immunoterapiya üzrə mütəxəssis Pərvanə Rüstəmovadır. İlaxır çərşənbəniz mübarək. Bayramlarınız mübarək Günay xanım. Həqiqətən bu il Novruz, Mart ərəfəsi çox möhtəşəmdir. Həm qarşıdan dəyərli Ramazan bayramımız gəlir. Bəli, onunla, o münasibətlə xalqımızı təbrik edək. İlaxır çərşənbə münasibəti ilə, Novruz münasibəti ilə İlaxır çərşənbədə torpaq oyanır, təbiətin ən önəmli dördüncü ünsürü oyanır və biz necə düşünürük? Bütün dərdlərimiz yel kimi əsdi keçdi, canımız, qanımız od kimi alovlandı, ruhumuz yeniləndi, təzələndi, bizim günlərimiz su kimi aydınlaşdı, artıq biz ana torpaq olub oyanıb həyatımıza daha yenidən başlamalıyıq. Bu həm xəstələrimizə aiddir, həm bütün insanlara aiddir ki, torpağın oyanışı ilə bizə də yeni ruh gəlir. Mən də hamını bir daha təbrik edirəm. Amin. Qoy hər şey ürəyimizcə olsun. Amin. Elə hər birimizin ürəyimizcə və bayramınız mübarək bir daha. Amma verilişimizin əsas məqsədini də unutmuruq. Bugün Pərvanə xanım buradadırsa, dəyərli vaxtını bu bayram günündə ayırıb gəlibsə, demək ki, bugün də çox önəmli bir mövzuda danışacağıq və yenə deyirəm, hər mövzuda bunu söyləyirəm. Xəstəlikdən danışmaq o demək deyil ki, xəstəliklərdən qorxmaq lazımdır. Xəstəliklərlə bağlı məlumatlı olub biz daha güclü ola bilərik, daha sağlam ola bilərik və xüsusən də bizim Pərvanə xanımın ixtisası elə bir ixtisasdır ki, orada tez-tez xərçəng adı səslənir. Bəli. Amma xərçəng nə qədər qorxulu səslənsə də, bir çox insan üçün qorxulu olsa da, bugün müasir tibbin imkanları, vaxtında diaqnozların doğru dürüst qoyulması onkoloji xəstəliklərin uğurlu müalicəsinə gətirib çıxarır. Bu çox önəmlidir Pərvanə xanım. Həqiqətən elədir və günü-gündən inkişaf etdikcə, zaman keçdikcə, tibbdə yenilikləri gördükcə, Azərbaycanda onları tətbiq etmək imkanımız olduqca görürük ki, onkoloq adından, xərçəng sözündən qulağını çəkməklə qurtulmaq mümkün deyil. Bəli. Yalnız fərqində olmaq, orqanizmini tanımaq, erkən müayinə ilə bu xəstəliklərdən qurtulmaq olur. Ona görə də biz də çalışırıq ki, onkoloq həkim də kəlağayı taxa bilir, milli mövzuda da danışa bilir, bayram günü də efirdə bu mövzunu səsləndirə bilirik. Yəni o batil inancları qırıb, qulağımızı çəkərək, xərçəng ifadəsindən qorxaraq deyil də, fərqində olub, bilikli olub özümüzü qoruyaq ki, daha neçə gözəl illərimizi yaşaya bilək. Amin. Nə qədər məlumatlı olsaq və erkən diaqnozların qoyulmasına səbəb olacaq bizim bu məlumatlığımız və təbii ki, bu nə deməkdir? Bu bir həyat deməkdir. Elədir. Göydə Allah, yerdə sizin kimi savadlı, dəyərli həkimlərimizin sayəsində və Pərvanə xanım xərçəng xəstələrinin dəqiq mərhələndirilməsi, müasir protokollarla onkoloji xəstələrdə genetik analizlərin və müalicə hədəflərinin təyini, həmçinin süd vəzi xərçəngi, bağırsaq xərçəngi, ağciyər xərçəngi, mədə xərçəngi, kimyəvi dərman terapiyasının tətbiqi, immunoterapiyanın tətbiqi, hormon terapiya, target terapiya və xanımlarımızın ən çox qorxduğu və sual verdiyi ginekoloji orqanların bədxassəli törəmələri və digər solid şişlərin dərman müalicəsini icra edən həkimimizdir. Avropa və Amerika Onkoloqlar Cəmiyyətinin üzvüdür. Bir sıra beynəlxalq konferansların iştirakçısı və məruzəçisidir. Yerli və xarici seminarlarda iştirak edən, daim onkoloji sahədə inkişaf edən onkoloq immunoterapiya üzrə mütəxəssis Pərvanə xanımdır və Pərvanə xanımla bugün onkologiyada ümumi məsələlərdən danışacağıq. Diaqnoz necə qoyulur, biopsiya nə üçün edilir, mərhələ necə hesablanır, hansı müalicə üsulları var. Öncədən mən doktorumuzun əlaqə nömrəsini qeyd edim. Hal-hazırda siz də ekranlarınızda görürsünüz. 077 753 35 99 çalışdığı ünvanı da hər kəs bilir. Allah hər kəsə can sağlığı versin. Elə ATV telekanalında bir neçə əməkdaşımızın yaxınları, doğmaları da bizim Pərvanə xanıma müraciət edib. Çox şükür ki, ayaqdadılar. Allah qorusun, Allah can sağlığı versin. Xərçəng nə qədər qorxulu səslənsə də biz buna qalib gələ bilərik. Yetər ki, inanaq, o güc
bizdə var, o enerji bizdə var və ruhumuzu möhkəm saxlamalıyıq. Fərqi yoxdur hansı xəstəlik olursa olsun, hər şey insanın beynindən başlayır. Yəni, düşünürəm, özü Pərvanə xanım pasiyentlərinə o motivasiyanı verən həkimlərimizdəndir. Elədir, çünki müalicənin bir hissəsi, bugün mən bayram üçün çox saylı təbriklər aldım, amma bir xanım doğrudan yazıb ki, dərmanlarınız, protokol, sxem bir yerə, amma sizin bizə verdiyiniz inam, ötürdüyünüz enerji mübarizədə bizi canlandırır. Bəli. Xəstənin də davam etməsi üçün müsbət enerji çox önəmlidir. Yəni, biz çox saylı araşdırmalar var, insanın səsinin, düşüncəsinin, yəni müsbət enerjinin həyatına, sağlamlığına yaxşı mənada geri dönüşü olur. Bu mübarizə yolunda da elədir. Həkiminə güvəni biz ona görə deviz olaraq həqiqətən işlədirik və bunu zaman bizə qazandırdı ki, güvənlə çıxılan yol daha etibarlı olur, axırı daha yaxşı olur, daha rahat gedilir. Təbii. Və ona görə də çox təşəkkür edirəm gözəl sözləriniz üçün, təqdimat üçün və biz çalışırıq, hər zaman çalışırıq ki, yeni hardasa nəsə bir məlumat varsa, bizim xəstələr, tutaq ki, əhalimizin 100 nəfərdən birinin bilet alıb ora getmək fiziki imkanı var. Heç maddi məsələləri kənara qoyuram. Onun üçün çətindir, uça bilmir, gedə bilmir, getdiyi yerin yeməklərini yeyə bilmir. Bütün bu məhrumiyyətləri nəzərə alıb, ən yaxşısı nədir? Bir həkim gedir, ən yaxşı biliyi alıb, gəlib burada tətbiq edir. Bəli, ona görə də bəzən dostlar zarafatla deyir, amma mən seminarları, kursları, konferansları təhsilimizdə ən önəmli yerə qoyuram. Çünki onlarsız mümkün deyil. Yeniliklər, ən son yeniliklər məhz oradan Azərbaycana gətirirsiniz və daim öz üzərində çalışan həkimlərimizdənsiniz. Mən çox sevinirəm buna. Bax, ötən həftə mən xatırlayıram, sizi yola saldıq İngiltərəyə, Manchester'a. Bax, oradan qayıtdınız. Təəssüratlarınızı, bax, görüntülərimiz də yayınlanır. Çox möhtəşəm idi. Baxın, Kristi İngiltərədə ən köklü xərçənglə mübarizə institutudur və burada ildə 60.000 xəstə müalicə alır. Onların üzərində ən son yenilikləri, ən son müalicə metodlarını tətbiq edib, təsdiq olduğu halda dünyaya buradan, belə deyək də, mesaj ötürülür və məhz o mərkəzdə olmaq, orada məhz biz 3 gün ağciyər xərçəngini sıfırdan, nöqtədən alıb ən yüksək zirvəyə qədər, bugünkü ən yeni müalicə üsuluna qədər 3 gün dayanmadan bu dərsini, təlimini təkrarladıq və həmin mərkəzin imkanlarını gördük. Mənim orada çox xoşuma gəldi insanların pozitivliyi. Foyedə əyləşib növbəti kurs kimyasını gözləyən, radioterapiyasını gözləyən xəstələr bir-biri ilə zarafat edir, deyir, gülür. Hətta qıraqdan baxanda buranın yalnız xərçəng mərkəzi olduğunu düşünmək o qədər çətin idi ki, biz öyrəşməmişik. Biz adətən necə görürük? Xəstələrimiz biraz daha bədbindir, biraz daha əhval-ruhiyyəsi aşağıdır. Amma həqiqətən bu mərkəz mənim üçün təhsildən əlavə o insanların da ruh halını görməyim çox önəmli oldu. Manchester özü çox gözəl şəhər idi. Çox təəssüf ki, vaxtımız az oldu, gəzmək imkanımız. Amma yenə də çox möhtəşəm bir tədbir və 24 ölkədən cəmi 100 həkimin qatıldığı və Azərbaycanlı yeganə həkim mən idim məhz o tədbirdə. Çox xoş idi. Oradakı o siyahıda paylaşıldı. Yəni, Azərbaycan adını görmək necə qürur verirdi. Azərbaycan adına bir uğurdur. Və oradakı digər Avropalı mütəxəssislərlə 28 professorun həmin o 3 gündə təlimlərində iştirak edərkən hamısı yenə də Azərbaycan sözünü eşidirdi, Azərbaycan adını eşidirdi. Biz orada Qobustandan danışdıq, tarixdən danışdıq, əlavə vaxtlarımızda və Azərbaycanın həm də elmi arenada tanınması üçün bu çox önəmlidir. Biz həkim olaraq öz yerimizdə bəlkə nəsə iş görə bilirik, amma bunu beynəlxalq səviyyədə çıxıb da kolleqalarla bölüşdüyün zaman bu çox xoşdur. Təbii ki, bunun verdiyi enerji, həvəs, məsələ bu çərşənbəyə uyğundur, həqiqətən. Əsl o enerji, ruh və elə siz bizim elə həkimlərimizdənsiniz ki, yəni təkcə onkologiya sahəsində yox, bizim Pərvanə xanım hər sahədə çox gözəl çıxış edə biləcək gücdə olan bir həkimimizdir və onu ona görə çox sevirik. Çox bir məhsuldar bir səfər oldu. Nə gözəl, uğurlarınız bol olsun. Dediyim kimi bir daha vurğulayım ki, elə bu Azərbaycan adına bir uğurdur. Çünki bu bir çətindir. Kənardan bizə asan görünə bilər.
bilər, bu işin içində olmayan insanlara asan görünə bilər, amma bu səfər o ailəsinə verə biləcəyi zamanı, o 2-3 günü, xəstələrinə sərf edəcəyi o zamanı, bax o 3 gün ərzində bütün onları sığdırmaq, bu konfrans, bu yol, bütün bu xərclər, hələ mən onlardan danışmıram. Hamısı zəhmətdir. Allah zəhmətinizi yerdə qoymasın. Uğurlarınız hər zaman bol olsun. Növbəti ilimizdə inşallah daha da bol-bol uğurlar gözləyirik sizdən. Və mən istəyirəm ki, belə deyim, izləyicilərimizin ən narahat olduğu məqama gələk. Çox zaman soruşurlar, görəsən məndə xərçəng var, ümumiyyətlə xərçəng diaqnozu necə qoyulur, ilk mərhələdə hansı müayinələr olunmalıdır ki, məhz həmin o insanda xərçəngin olub-olmadığını müəyyənləşdirə bilək? Burada əsas məsələ orqana görə müayinə planımız dəyişirdi ya, bu çox geniş bir mövzu olacaq. Biz təqribi belə quraq. Qadınlar və kişilərdə ən çox rast gələn xərçəngə görə ehtimal edilən müayinə ardıcıllığı var. Xəstələr iki halda bizə gəlir. Ya heç bir şikayəti yoxdur, buna check-up deyirik. Məsələn, qohumunda bir onkoloji hekayə var, kimlənsə eşidib və ya bizi televiziyada, radioda gördü, dinlədi və onda bir ehtiyatlılıq yarandı ki, gedim bir mən də müayinə olunum. Bu qrup xəstələrə müayinəmiz ümumi check-up formasındadır. Yaşına uyğun olaraq, cinsinə uyğun olaraq onu dinlədiyimiz zaman bizdə yaranan təsəvvürdə ola biləcək xəstəlik ehtimalına görə bir ümumi plan qururuq. Bura adətən qan analizləri daxil olur, adətən qarın boşluğu müayinəsi, döş qəfəsi müayinəsi aid olur və bunların cavabında bir şübhəmiz olduğu zaman müayinələr daha da dərinləşir. İkinci halda isə xəstənin hər hansı bir şübhə ilə gəldiyi zaman, ilk olaraq həmin şübhələndiyi orqana və yaxud həmin problemə yönəlik müayinə ilə başlayırıq. Həmin müayinədə artıq bizim xərçəngə dair xəstənin şübhəsini bizim də şübhəmiz təsdiqləyirsə, o zaman müayinə biraz da dərinləşir. Məsələn, bir kişi xəstə gəlib bizə öskürək, bəlğəm şikayəti ilə, qanlığı bəlğəm, arıqlama, təngənəfəslik, döş qəfəsində ağrı, mən durub bu xəstənin birinci bağırsaq müayinəsinə göndərməyim absurd olar. Və yaxud da ki, başqa bir səbəb axtarmağım absurd olar. İlk olaraq planımda döş qəfəsinin KT müayinəsini, kompüter tomografiyasını icra edib problemi görməyə çalışacağam. Bəzən nə olur? Biz ilk baxışda ilkin müayinə bizə lazım olan məlumatı göstərməyə bilir. Tibbdə sadədən mürəkkəbə, ucuzdan bahaya deyə bir iyerarxik qayda qanun var. Yəni, birbaşa gəldiyi zaman bəzən olur xəstələr gəlir ki, ən yaxşı müayinə PET-KT-dir. Olarmı bizi PET-ə yazasınız? Birbaşa məni PET-ə yazasınız. Yox, təbii ki. Belə bir şey yoxdur. Nəyə görə yoxdur? Heç bir müayinə təhlükəsiz deyil. Ən təhlükəsizi ən sadə olanıdır. Bəlkə problem sadədə görünə bilər. O zaman niyə daha həm maddi, həm fiziki olaraq ağır müayinəyə gedəsən? Çox doğru. Sadədən mürəkkəbə getməkdə səbəb odur. Bəzən olur, bəsit döş qəfəsi rentgen müayinəsində belə bir problemi tapa bilirik. Tapa bilmədiyimiz zaman növbəti etap artıq kontrastlı KT müayinəsidir. Burada da görmədiyimiz zaman daha dərin, tutaq ki, tarakoskopik, bronxoskopik, invaziv üsullarla müayinələr dərinləşir. Ta ki, şübhələndiyimiz o şübhənin tam axırına çıxaq. İki hal var. Çox şanslıyıqsa, cavab xoş xassəli bir dəyişiklik gəlir. Xəstəni bunlarla məşğul olan ya pulmonoloqa, terapevtə yönləndiririk və yaxud da Azərbaycan reallığında vərəm olmaq ehtimalı varsa, onunla məşğul olan fiziatra yönləndiririk. Digər ehtimalda isə onkoloji problem təsdiq olunduğu zaman biz artıq o xəstənin ikinci işi diaqnozun sübutu üçün biopsiyanı götürmüşüksə, növbəti etap mərhələndirmə olacaq bizim üçün. Bax, bir də biopsiya. Biopsiyanın adı gələndə də insanlar qorxur. Biz bir dəfə bu mövzu ətrafında geniş danışmışıq. Biopsiya niyə bu qədər vacibdir, Pərvanə xanım? Biopsiya elə bilin ki, baxın, toxumalar biz həmişə xəstələrə belə izah edirik. İlk görüntüdə sanki hamısı bir-birinə bənzəyir. Oradan aldığımız nümunəni mikroskopda müayinə edən zaman mikroskopik hüceyrə quruluşu artıq fərqlənir. Biz hüceyrə quruluşunda fərqli olan görüntünü xərçəngə bənzədiriksə biz buna deyə bilərik. Uzaqdan baxdığın zaman sən onu
adını qoya bilmirsən. Mikroskop altında belə bəzən görüntü bizi çaşdıra bilir və başqa bir görüntüyə oxşuyur deyə. Bu zaman hətta biopsiyanın cavabı tək patoloji müayinə yox, immunohistokimyəvi müayinə dediyimiz boyama tətbiq edirik. Bəzən iki eyni görüntülü hüceyrələri A, B, C adlı müxtəlif maddələrlə boyadığımız zaman hansı maddəyə uyğun boyanırsa biz bunun o olduğunu, həmin xəstəlik olduğunu daha dəqiq görə bilirik. Bəzən xəstələr fikirləşir ki, bütün bu müayinələr gərəksizdir, xəstə zaten həkim onu müayinə etdi və bilir ki, xərçəngdir. Niyə buna müalicə vermir? Mən bunu xəstələrə çox kobud bir misalla izah edirəm. Deyirəm, bir dolu şifoner paltardır, get mənə bir kofta gətir. Nə gətirəcəksən? Rəngini demədim, uzun qol, qısa qol demədim, düyməli, düyməsiz situasiyanı demədim, material demədim, razmer, bədən ölçüsü demədim. Sən mənə nə gətirəcəksən? Sən hər dəfə bir şey gətirəndə deyəcəm, yox bu deyil. Yenə gedib gələcəksən, yenə gedib. Amma müalicədə sən insansan, sən gedib qayıda bilirsən. Müalicədə o agent dərmandır. Mən sonsuz sayda adını bilmədiyim xəstəliyə kör-köranə müalicə verə bilmərəm. Çünki bu heç bir tibbi qaydaya uyğun deyil, heç bir normativə uyğun deyil. Ona görə də ən yaxşısı nədir? Xəstəliyin pasportunu çıxartmaq. Məsələn, bunun ölçüsü M-dir, bədən ölçüsü, rəngi sarıdır, uzun qolludur, 3 düyməsi var, yaxalığı var. Pambıqdır. Hamısını, yəni xəstəlikdə də məhz bu şəkildə. Tutaq ki, süd vəzi xərçəngidir, duktal karsinomadır, hormon reseptoru pozitivdir. Bütün bunların adını qoymadan müalicə təklif ediriksə, bizim heyif bugünkü 21-ci əsrdə özümüzə həkim deməyimizə. Yəni, xəstə də bizi buna məcbur edirsə, çox heyif ki, biz heç bir mesajı demək ki, çatdıra bilmirik. Burada çox önəmlidir, xəstələr məhz burada səhv edirlər. Bu mərhələ işində həkimə kömək etmirlər. Dəqiq mərhələsi olmayandan sonra, diaqnozun adı dəqiq olmayandan sonra hər dəfə səhv eləmək... Bəli, hansı doğru müalicədən söhbət gedə bilər? Çünki bəzən də sonra həkimlərin adları hallanır ki, doğru müalicə etmədilər. Mən anlayıram, bu xəstəlik elə bir xəstəlikdir ki, insanlar səbirsizlənirlər. Allah kömək olsun hər birinə. Allah heç kəsə bunu göstərməsin, amma bu xəstəliklə yaşayan, hal-hazırda uzun illərdə ayaqda olan insanlar var. Pərvanə xanımın pasiyentləri var ki, artıq 15 ili, 18 ili geridə qoyublar, maşallah olsun, tez də maşallah göz dəyməsin. Mən bilirəm pasiyentlərinizi nə qədər çox sevirsiniz Pərvanə, amma heç onlar da sizi az istəmirlər, onu deməliyəm. Çünki bax, bizə Azərbaycanın hər bir bölgəsindən yazırlar və mən həmişə deyirəm ki, Pərvanə xanımın Azərbaycanın elə bir bölgəsi yoxdur ki, pasiyenti olmasın. Bax, Ağcabədidən yazıblar, Tərtərdən yazıblar, Şəkidən o gün yazmışdılar. Yəni, hər dəfə bir bölgəmizdən mütləq ki, geri dönüş alırıq və mən bu bizim üçün bir fəxirdir ki, bax, həkimlərimizin o xoş, belə deyim də, anları, onların o xoş nəticələri, pasiyentlərin o ümidi, onların o yazısında mən o ümidi görə bilirəm. Və mən təsəvvür edirəm ki, siz onlarla canlı ünsiyyətdə olanda hansı hissləri keçirirsiniz? Çox xoşdur. Təbii ki, bir insanın həyatına, onlar sənin gözünün qabağında, xəstəliyin altında, biz adətən diaqnoz qoyulanda xəstələri yenidən doğmuş sayırıq və ondan sonraki keçən hər ili o sənin bir övladın kimi olur və 1 yaşını, 2 yaşını, 3 yaşını qeyd edirsən. Bu yeni bir həyatının mərhələləridir və ona görə onlar bizim üçün çox əzizdir, çox doğmadır. Bu bayram günü mən bir daha hamısına can sağlığı arzu edirəm. Ümid edək ki, hər il daha düşərli gəlsin onlara və bayaqki misaldan olaraq biri var sona qədər dinləyəsən və nə gətirəcəyini bir dəfəyə anlayasan. Biri var 10 dəfə mənasız gedib gələsən. Vaxt itkisi də var burada. Vaxt itkisidir. Ən böyük xəstələr düşünür ki, bu gözlədiyimiz zaman müayinə nəticəsini biz vaxt itiririk. Əksinə, biz bir yanlışda getdin, gəldin, zaman ölçən qoyub baxsaq, inanın ki, o daha böyük itkidir. Nəinki sona qədər dinləyib, yəni bu müayinənin başa çatması səbrini basıb gözləyib və axırdakı nəticə həmişə daha yaxşı olur. Nəinki o yarımçıq qərar verilmiş hallardan. Və bax, xərçəngin mərhələləri barəsində sual verməyəcəm. Çünki bilirik, bu erkən mərhələ, gec mərhələ. Amma ən çox izləyicilərimizin soruşduğu bizdən bilirsiniz nədir? Hal-hazırda da yazırlar. Müalicə üsulları. Müalicə üsulları hansılardır? Bax, siz Pərvanə xanım bir tibbi onkoloq, immunoterapiya üzrə mütəxəssis olaraq, mən düzdür, sadalayıram bunları. Amma mən istəyirəm, siz özünüz açasınız bu müalicə üsullarını. Deməli, Günay xanım, ümumiyyətlə
ümumiyyətlə onkologiyada, xərçəng xəstəliyi ilə müalicədə əsas ana istiqamətlər cərrahi əməliyyatlar hesab edilir, şua terapiyaları hesab edilir və dərman müalicələri. Dərman müalicələri məhz mənim ixtisasımdır və dərman müalicəsinin bir neçə növü var. Burada kimya terapiya dediyimiz sitostatik, hüceyrəni məhv edən, bölünməsini əngəlləyən, bölündüyü zaman onun strukturunda dəyişiklik yaradıb inkişafına mane olan dərmanlarla kimyəvi dərman, məhz şiş hüceyrələrini tapıb onları məhv edən hədəf müalicə, hədəfli target terapiya, target dediyimiz məhz hədəfdir. Məhz onlar o xəstələrdə istifadə edə bilirik ki, bizim orada bir targetimiz var. Məhz düşünün ki, mənim əlimdə bu günəş formasında hüceyrə var və məhz o günəşə uyğun bir dərmanım var. Bu günəş olmayan xəstə qrupunda hədəfli dərmanı verməyin mənası yoxdur. Önəmli olan xəstədə həmin hədəf olmalıdır. Hədəf varsa o dərman işə yarayır və fərqli xəstəliklərdə bu hədəflərin həm adı fərqlidir, həm rast gəlmə faizi fərqlidir. Məsələn, mədə xərçəngində her pozitivlik 100 nəfərdən 3-4 nəfərdə olur. Ondan qalanında bu hədəf yoxdursa, biz onlara hədəfli müalicədən danışa bilmirik. Və ya süd vəzində her pozitivlik daha yüksək faizdədir. Buna sevinirik. Çünki o xəstələrə daha yaxşı müalicə verə bilirik. Hədəfli müalicədən sonra bir də orqanizmin immun sistemini gücləndirərək onları mübarizə aparan hüceyrə sayısını çoxaltmaqla xərçəngə qalib gələn immunoterapiyamız var. Ondan sonra isə həm prostat xərçəngində, yumurtalıq xərçəngində, süd vəzi xəstəliklərində işlətdiyimiz hormon terapiya var. Bunlar hamısı da dərman müalicənin bir növüdür və dərman müalicənin bizim yeritmə üsulumuz fərqlənir. Buradakı fərqlər əsasən damar daxili olur, ağızdan qəbul edilən olur, bəzən boşluqlara, döş boşluğuna, qarın boşluğuna, kəllə daxilinə istifadə edilən preparatlar. Bu fərdi və xəstəliyin mərhələsinə, tipinə görə olur. Bir də hematologiyada qan xərçəngi ilə məşğul olan mütəxəssislərin daha ağır, daha növbəti etap müalicələri var ki, mən birbaşa onunla məşğul olmuram, amma onlar da dərman müalicəsinin bir qolu hesab edilir. Yəni, kimyəvi dərman müalicəsi dediyimiz zaman çox bəsit bir şeydən söhbət getmir. Burada çox saylı ələmələrlə, seçmələrlə aparılır ki, məhz xəstəliyinin pasportu biz çıxartmışsaq birinci. O nədir? Müalicədə ən önəmli odur. İkinci mərhələsi nədir? Üçüncü isə hansı müalicəni ona verə bilirik. Bundan sonra isə bundan daha vacib bir nüans gəlir. Bütün bunlar tibbi olaraq çox önəmlidir. Amma bütün xəstələrə pasportunu bilirik, göstəricilərini, eyni müalicəni verə bilirikmi? Əsas məsələ budur. Bəs bundan sonra hansı mərhələ gəlir? Ümumiyyətlə, hər xəstəyə fərdi müalicə planı necə seçilir? Bu haqda danışacağıq. Bizim dəyərli tibbi onkoloq immunoterapiya üzrə mütəxəssis Pərvanə Rüstəmova ilə əlaqə nömrəsi 077 753 35 99 və doktorumuz Ege Hospitalda çalışır. Həsən Əliyev küçəsi 38 ünvanında yerləşir. İlaxır çərşənbəniz mübarək. ATV Xəbərin günorta buraxılışını izləyirik. ATV Xəbərin günorta buraxılışından sonra həkimimizlə söhbətimiz davam edəcək və düşünürəm ki, bizi izləməkdə çox böyük fayda əldə edəcəksiniz. Arzu edirəm ki, həyatınızdan bütün ağırlıqlar, bütün narahatlıqlar çıxıb getsin. İlaxır çərşənbəniz mübarək. Hər birinizə sağlamlıq arzuluyuram. Arzuluyuram ki, bütün arzu niyyətlərimizin qarşısında, ilkində, ön planında sağlamlıq dayansın. Çünki sağlamlığımız yerindədirsə, demək ki, o xoş anları, gözəl anları da görmə duyğumuz olacaq. Allah bu anları bizdən əskik etməsin. Allah xalqımızı qorusun. Bayramımız mübarək və biz davam edirik və söz verdiyim kimi dəyərli həkimimizə sizin səsləndirdiyiniz sualları verəcəm bir-bir. Tibbi onkoloq, immunoterapiya üzrə mütəxəssis, çox dəyərli həkimimiz Pərvanə Rüstəmova bizlə bərabərdir. Bir daha sizi salamlayıram. Bir daha salamlayıram. Yeni qoşulan izləyicilərimizi də bir daha bayram münasibəti ilə təbrik edirəm. Var olasınız və Pərvanə xanım buradadırsa, demək ki, çox aktual, çox vacib bir mövzudan danışırıq. İlk hissədə izləyənlər bildilər, amma izləməyənlər üçün də xatırlayıram.
xatırlatma edəcəm, amma öncə istəyirəm doktorumuzun əlaqə nömrəsini bir daha vurğulayım. 077 753 35 99 və doktorumuzun çalışdığı ünvanı hal-hazırda görürsünüz ekranlarınızda. Bu görüntülər onun çalışdığı məkan Ege Hospitaldan çəkilib. Həsən Əliyev küçəsi 38 ünvanında yerləşir. Dəyərli Pərvanə xanımın həm Instagram, həm TikTok platformalarının adlarını da ekranlarda görürsünüz və bilirsiniz ki, xərçəng xəstələrinin dəqiq mərhələndirilməsi, müasir protokollarla onkoloji xəstələrdə genetik analizlərinin və müalicə hədəflərinin təyini, kimyəvi dərman terapiyası, immunoterapiya, hormon terapiyası, target terapiya və soruşursunuz ki, hansı xərçənglərlə bağlı müraciət edə bilərik? Müayinə üçün, müalicə üçün, süd vəzi xərçəngi, ağciyər xərçəngi, mədə-bağırsaq xərçəngi, ginekoloji orqanların bədxəstəli törəmələri və digər solid şişlər, hansı ki, bunların da dərmanla müalicəsini uğurla icra edən həkimimizdir. Xərçəng qorxulu deyil, gecikməmək qorxuludur və vaxtında müayinə, düzgün diaqnoz təbii ki və müasir müalicə ilə həyat xilas oluna bilər. Bunu mümkündür. Yəni, heç nədən qorxmayın və mən keçirəm bizim tamaşaçı suallarımıza. Çox maraqlı suallar yazıb bizim izləyicilərimiz. Mən hər birinə təşəkkür edirəm. Bu bayram günündə bizi də izləməyi unutmursunuz və verilişimizin gedişatında da iştirak edirsiniz. Bax, Səbinə xanım hal-hazırda bizi izləyir və Instagramdan belə bir sual yazıb. 41 yaşı var Səbinə xanımın və sualı özü ilə bağlı olmasa da yaxını ilə bağlıdır və biraz geniş yazıb. Mən qısa olaraq söyləyəcəm onun dediklərini. Deyir ki, biopsiya xərçəngi oyadır deyirlər. Bu doğrudur. Zəhmət olmasa Pərvanə xanım cavablandırsın. Həqiqətən də diaqnozların daha çox gecikməyinin bir nömrəli səbəbi də xəstələrin biopsiyadan qorxmağı və imtina etməyidir. Qorxmağına da ən böyük səbəb odur ki, necəsə insanların beynində bir mif yaranıb ki, xərçəngə bıçaq vurmaq olmaz, biopsiya özü travmatik üsuldur və bu xərçəngi yayır. Bu tamamilə bugünkü müasir tibbdə heç bir yeri olmayan, əsası olmayan bir absurd fikirdir. Heç bir halda, heç bir biopsiya xərçəngin yayılmağında iştirak etmir və burada əgər bizim şübhələndiyimiz toxumada xərçəng hüceyrəsi yoxdursa, heç bir halda biopsiya ilə biz orada yalandan xərçəng ocağı yaratmaq kimi bir ehtimalımız da sıfırdır. Düşünün ki, bu o qədər çətin bir üsuldur ki, laboratoriyada sıçanlar üzərində dərman müalicəsini tətbiq etmək üçün şiş yaratmaq genetiklərin işidir. Yəni, bu çox çətin bir üsuldur. Heç bir biopsiya ilə orada şiş yaranmaz. Yəni, belə olmur və həmin o biopsiyada istifadə olunan iynələr tək dəfəlik istifadədir. Sizin yanınızda açılır, sizə tətbiq olunub atılır. Kimdənsə başqa birinə də xərçəng yoluxdurmaq ehtimalı da yoxdur. Ümumiyyətlə, xərçəng yoluxucu bir xəstəlik də deyil və ümumi bu sualın cavabını mən çox valideynlərdən də görürəm. Özəlliklə övladını müayinəyə gətirən xəstələr olur ki, illərlə bəzən limfoma xəstələri, bəzən süd vəzində şübhəli aralıq diaqnozda qaldığımız bir xəstəlikdə analar qəti imtina edir ki, yox, bıçaq vurmaq olmaz, biopsiya götürmək qəti olmaz. Bu qorxudan qurtulmaq lazımdır. Çünki içimizdəki şübhənin tam cavabını verəcək yeganə üsul biopsiyadır. PET-CT-də keçsək, MRT-də keçsək, ən müasir bildiyiniz bütün müayinələri keçin, yenə də biopsiya olmadan dəqiq mənada bədxəstəli və ya xoşxəstəli sualına cavab tapa bilmirik. Bax, bu bayram günü olsa da, yenə deyirəm, əsas məqsədimiz sizi məlumatlandırmaqdır, qorxutmaq deyil. Amma istəyirəm bu sualı da verin, bir ümid olsun o xəstələrə. Çünki mən elə özüm Pərvanə xanımdan dəfələrlə sual vermişəm ki, bax, neçə illik onun xəstələri var, hal-hazırda həyatdadırlar. Çox ağır xərçəng xəstələri, hansı ki, artıq 10 il keçib yaşayırlar, 15 il, 18 il, hətta ötən verilişə gələndə bir 19 illik pasiyenti gəlmişdi. Allah köməyiniz olsun, fərqi yoxdur, neçə ildir bu xəstəlikdən əziyyət çəkirsiniz. Şükür Allaha ki, ayaqdasınız. Allah güc-qüvvət versin hər birinizə. Gəlin onlar üçün bu sualı səsləndirin və sizdən cavab eşidək. Xərçəng tam sağala bilirmi? Erkən mərhələdə xərçəng tam sağala bilir, orqanından asılı olaraq tam sağala bilir. Bəzi orqanlarda biz erkən mərhələdə də bu sözü deyə bilmirik. Amma xüsusilə limfomalarda, süd vəzi xərçəngidir, bağırsaq xərçəngidir. Bunlar erkən mərhələdə tam sağalır. Burun udlaq xərçəngləri hətta lokal mərhələdə belə
tam sağala bilir və 20-25 ilin mənim bugün təqibimdə olan, məndən öncəki həkimlərdə də müalicədə olmuş xəstələr var ki, bugün hal-hazırda tam sağlam şəkildə həyatlarını davam edirlər. Hamı, hər kəs bu qədər şanslı olmaya da bilir. Bəzi növlərdə mərhələdən asılı olmayaraq daha aqressiv şiş qrupu var. Sevindirici hal odur ki, bütün onkologiyada bunun faizi azdır. Yəni 100 nəfər üzərindən götürsək, heç 5% aşmayacaq dərəcədədir bu cür aqressiv şişlər. Amma ən önəmlisi, vaxtında erkən mərhələdə müraciət etdiyimiz zaman təbii ki, biz o insanların tam sağlam həyatda olmağına kömək edə bilirik və sonraki etapda insanların ən çox qorxduğu xərçəngdən sağalandan sonra normal həyatıma davam edə bilərəmmi? Təbii ki, işinə, gücünə davam edir. Xərçəngdən sağalandan sonra ailə qurub, uşaq dünyaya gətirən çox saylı xəstələrimiz var. İstər kişi xəstələr var ki, seminom diaqnozu ilə əməliyyat olub, sonraki illərdə ata olurlar. Başqa diaqnozla müalicə alıb, sonra yenə də onların belə deyək, həm də cinsi və reproduktiv nəsil artırma funksiyaları qorunur. Eyni şeyləri qadınlarda daha fərqli olur. Təbii ki, bir qoruyucu orada mexanizmləri mütləq müalicə həkimi nəzərə alır, amma yenə də hətta bu mənada da nəinki həyatını davam edir, yeni həyata da başlanğıc verə bilir. Yəni bu qədər də şanslı olmaq mümkündür. Yetər ki, vaxtında erkən bir xəstəliyi bilə bilək. Bu şans varkən gecikib də bizim 4-cü mərhələyə gəlib çatıb, hətta müalicə edilə bilməyəcək qədər ağırlaşan xəstələrimiz də var. Yəni bu iki ucdan özün seçim etməlisən ki, mən hansı tərəfə getməyə meyilliyəm. Vaxtında müayinə edərək yeni həyata başlanğıc verəcək qədər güclənib təzədən həyatı yaşamaq var. Digərini heç bugün danışmaq istəmirəm. Məncə də Allah köməyiniz olsun hər zaman. Bayaqdan elə bax bu TikTok canlı yayımında dəyərli Pərvanə xanım suallarınızı cavablandırırdı TikTok üzərindən. Mən təşəkkür etmək istəyirəm ona. Buna görə ayrıca. Və siz orada bir izləyicimizin sualını cavablandıranda əlamət olaraq qaşınmanı göstərdiniz. Bax, hal-hazırda xərçəngin əlamətlərini bizdən soruşurlar. Varmı elə bir əlamətlər ki, biz onları tamaşaçılara çatdıraq, onlar vaxtında bu əlamətləri özlərində hiss edəndə artıq bilsinlər ki, bu xərçəngdən xəbər verə bilər. Bunu deyə bilərik mi? Bu realdır. Bu mütləq deyil. Çünki xərçəngin erkən mərhələdəki əksər əlaməti başqa xəstəliklərdə də var. Məsələn, qaşınma dediyimiz bizim limfoma, qan xərçəngində bir əlamətdir ki, hansı ki, elə o həmin oğlanda var idi. Xəstədə danışırdıq. Amma qaşınma o qədər başqa dəri xəstəliklərində, allergik reaksiyalar da olur ki, indi bizi dinləyən bütün qaşınan şəxslər də qaçıb onkoloqa müayinə olunmalı deyil. Amma burada səbəbi izah edilə bilməyən, terapevtdə, can həkimində, digər mütəxəssislərdə müayinə olunub da nəticə alınmayan bəzi hallar var. Hətta burada sinir mənşəli qaşınmalar var, neyrodermitlər ki, bunlar illərlə müalicə olunmur. Yalnız dəstək müalicə ilə remisiya əldə alına bilir. Bunları kənarda tuturam. Bundan başqa əlamət olarsa, bu özü o xəstəlik üçün bir əlamətdir və yaxud arıqlama olsun, halsızlıq olsun. Bunlar ümumi əlamətdir. Bunu deyib xəstəni həkimə bu əlamətlə gəl demək biraz təşvişə səbəb olmaqdır. Həkim tərəfindən də yanlış çağırışdır. Bunu etməməliyik. Önəmli olan nədir? Dəyişikliyi izləmək. Daha öncə yox idi, yeni yarandı əlamət. Məsələn, kişi xəstələr gəlir, qulağının dibində, boynunda 5-6 santimlik böyümüş bir limfa düyünü, konglomeratdır, artıq bərkdir, qızarıb, hərəkətsizdir. Buna fikir vermir. Yəni, bu cür əlamətlərlə belə həkimə gəlməyən şəxslər var. Ona görə də ən önəmlisi diqqətli olmaq. Orqanizminin adi halını tanıyırsan, sağlamsan bugün, illərdir belə davam edirsən, səndə baş verən dəyişiklik önəmlidir. Bunun fərqində olmalısan. Çox gözəl izah elədiniz. Mənim üçün olan əlamət sənin üçün əlamət olmaya bilər. Sən həmişə bu çəkidəsən. Mən arıqladığım zaman həyəcanlanıb həkimə gedirəm, bir mədə bağırsaq müayinəsi yoxlanıram. Yəni sürətli çəki vermədən söhbət gedir. Səbəbsiz, mən özüm istəməyərək, yəni mən onun üçün bir şərait yaratmıram, iqlim dəyişməmişəm, yuxu normamı dəyişməmişəm, ciddi bir stres yaşamamışam. Səbəbsiz olan və izah eləyə bilmədiyim bütün hallar həkimə getməyə daha önəmli səbəbdir. Bundan ən yaxşısı isə nədir? İldə bir dəfə özümüzə
bir həftə ayırırıq. Bu bir günə başa gələn bir şey deyil. Biz hamımız check-up deyirik, amma insanlar çaşır həqiqətən də. Bizim Yalnız görün nə qədər analizini orqanımız alırlar. var. Bəli. Biz bugün getdik, lor həkimdə müayinə olunduq. Burun, qulaq, udlaq baxıldı, yoxlandı. Bəs qaldı süd vəzləri, bəs qaldı ginekoloji, bəs qaldı qarın boşluğu. Yəni check-up üçün bəlli bir ara ayırmaq lazımdır. İldə bir dəfə şübhəli orqanlar, hardakı xəstəlik çox yarana bilir, onları müayinə etməliyik. Var olasınız Pərvanə xanım. Çox gözəl bir müzakirənin şahidi oldu bizim izləyicilərimiz hal-hazırda. Suallar həddindən artıq çoxdur. Hal-hazırda qaynar xəttimizə də müxtəlif nömrələrdən izləyicilərimiz yazırlar. Mən doktorumuzun əlaqə nömrəsini vurğulayıram. 077 753 35 99 birbaşa Pərvanə xanımla əlaqə saxlaya bilərsiniz. Özü bir-bir hamının suallarını cavablayır, hamıyla özü danışır. Minnətdaram sizə. Edirəm. Var olasınız. Bir daha bayramınız mübarək. Sizlə Bahəm, çox sağ olun. Hər birinizə can sağlığı arzu edirəm. Çünki həqiqətən bundan dəyərlisi yoxdur. Doğrudan da elədir. İlaxır çərşənbəmiz mübarək. Qısa fasilə, bir neçə saniyəlik fasilə və daha bir dəyərli həkimimizlə yenə sizə faydalı olmağa çalışacağıq bu bayram günündə. Diqqətiniz bizdə olsun.